Qarşıma çox gözəl bir video çıxdı və bunu sizinlə bölüşməsəydim olmazdı. Çox təsirlənəcəksiniz. Bir verilişə evli cütlükləri dəvət edirlər və aparıcı heç nə izah etmədən sadəcə onlardan arxa-arxaya dayanmalarını xahiş edir. Aparıcı onlardan istəyir ki, cavabı bəli olan hər sualda bir addım qabağa getsinlər və başlanır. Bu həftə ərzində şam yeməyini birlikdə yeməmisinizsə, bir addım önə. Əgər iş təzyiqi və ya həyat problemlərinin evliliyinizin ləzzətini aldığını düşünürsünüzsə, 2 addım önə. Əgər keçən həftə ərzində bir dəfə də olsa səni sevirəm sözünü istifadə etməmisinizsə, 3 addım önə. Əgər bu keçən gecələrdə telefonunuzu yataq otağına aparırsınızsa, əgər son bir ayda bir-birinizə hədiyyə verməmisinizsə, evdə 1 saatdan çox telefon istifadə edirsinizsə, keçən bir ayda söhbətləşmək üçün 2 saat boş vaxtınız olmayıbsa, evdən kənar ya da ev işlərində həyat yoldaşına kömək etməmisənsə, əgər həyatının eşq dolu olduğunu düşünmürsənsə, addımla. Suallar bitir və aparıcı geriyə dönmələrini xahiş edir. Və soruşur. Fasiləni görəndə ağlınıza gələn ilk söz nədir? Və cavabları eşidirik. Uzaqlıq, fasilə, qorxu, tənhalıq, təşviş, qəmgin və aparıcı soruşur. İnsan düşünmür ki, bu kiçik məsələlər həyatda nə qədər fasilə yaradır, düzdür? Bəli, qatən. Bəli. Dəqiqən. Bəli. Bəli. Heç bir problemi yoxdur, çünki düzəltmək üçün gec deyil. Əgər telefonun həyatınızda mane olmamasını istəyirsinizsə, bir addım önə. Əgər ailə münasibətinizin məqsədli olması üçün yenidən başlamaq və yenidən birlikdə addımlamaq istəyirsinizsə, bir addım önə. Əgər gümrahlıq və şadlığın həyatınıza qayıtmasını istəyirsinizsə, bir addım önə. Əgər ailənizin hörmət, sevgi ilə hökm sürməsini və digər çox şeylərə yox demək istəyirsinizsə, bir addım daha gəlin. Əgər bir çox şeylərə yox deyib ailənizin yanında çox olmaq fürsətini yaratmaq istəyirsinizsə, bir addım önə. Bunlardan sonra aparıcı nə hisslər keçirirsiniz deyə soruşur və xoşbəxt, rahat, ümidli, ruhiyyəli, həyatın davam etdiyi hissi kimi cavablar eşidirik. Ailənizin qədrini bilin.